Salam uşaqlar, bu günlərim yeni videomdan qarşınızdayım. Deməli, bu günlərim nə öyrənəcəyik? Bugün sizdən ingilis dilini necə möhkəmləndirmək lazımdır, necə yazmaq lazımdır, necə ə, yaxşı nəticə almaq lazımdır. Yəni ən azı 100-dən 90% nəticə almaq lazımdır. Onu izah edəcəm, onu danışacağam. Deməli, mən ingilis dilini necə öyrənirəm, necə oxuyuram, bunu sizə danışmaq istəyirəm. İlk öncə hamı bilir ki, yəni testi yazmaq üçün ilk öncə qaydanı oxumaq lazımdır. Əgər qaydanı başa düşmürsünüzsə, YouTube-da müəyyən videolar var. Bir çox müəllimlər var ki, otururlar o qaydanı izah edirlər. Həmin izahlardan baxa bilərsiniz. Bu, yəni hazırlığa getməyənlər üçün izah edirəm bunu. Hazırlığa getməyənlər üçün deyirəm bunu. Hazırlığa gedənlər də əlbəttə baxa bilər. Sadəcə getməyənlər evdə sadəcə YouTube-dan kifayətlənirlər. Belə ki, yəni izahlarına baxa bilərsiniz. Həmin o izahlara baxdıqdan sonra qısa qeydlər götürmək lazımdır özümüz üçün. Məsələn, deyək ki, sözünün qeydləridirmi və yaxud da ki, artiklın qeydləri, hər hansısa bir mövzunun ümumiyyətcə qeydlərini götürmək lazımdır ki, testdə məsələn qarşımıza çıxanda deyir ki, burada hansı artikl işlətmək lazımdır. Sən orada bilməlisən. Qeydlərə baxırsan, bir dəfə, iki dəfə qeydə baxıb yazdıqdan sonra artıq üçüncünü bilirsən. 2 dəfə, 3 dəfə baxandan sonra bilirsən ki, nəyi harda yazmaq lazımdır, harda işlətmək lazımdır. Belə sonra test topludan məncə işlənsə çox daha yaxşı olar. Çünki toplu dimin vəsaitidir. Bunu mən əvvəlki videomda demişəm ki, yəni məncə toplu kifayətdir ki, hansısa bir testimi, mövzunu başa düşəsən. Topludan işləmək məncə kifayətdir. Əgər yox mövzunu möhkəmləndirmək istəyirsinizsə, daha yaxşı yadınızda qalmaq istəyirsə və yaxud da istəyirsiniz ki, deyim məsələn bu mövzunu çətin bilmişəm, istəyirəm bir sınaq işləyim. Sınaq kitabı olaraqdan sizə 250 sınağı tövsiyə edə bilərəm. Nərgiz Nəcəfin 250 sınağının çox yaxşı sınaq kitabıdır. Oradan sınaq işləyə bilərsiniz. Sonra qaldı reading-lə listening. Reading-lə listening-i necə yazmaq lazımdır? Uşaqlar, listening yazmaq üçün ilk öncə sözlərin tələffüzünü bilmək lazımdır. Yəni, çünki bilirsiniz ki, dinləmə mətni verilir, o mətn sizə dinlədilir və sonra yazırsınız siz mətni. Deməli, belə ki, yəni sözlərin tələffüz edilmə qaydasını ilk öncə bilməlisiniz ki, siz listening-i yazasınız. Listening-də də məsələn, xüsusi bir, necə deyim, düsturmu, hər hansı bir qaydamı ehtiyac yoxdur. Sadəcə dinləyirsən, eşidib, anlayırsan, sonra yazırsan. Buna görə də mən düşünürəm ki, ingilis dilindən mahnılara qulaq asmaq, listening-i yazmağa kömək eləyir. Mən belə düşünürəm. Çünki yəni ingilis dilində ən az bir gündə bir dənəmi, 2 dənəmi mahnıya qulaq asas olsa, siz eşitmə bacarıqlarınızı, eşidib anlama bacarıqlarınızı möhkəmləndirə bilərsiniz. Yəni belə. Sonra reading. Reading-i məsələn necə yazmaq lazımdır? Reading-dir, listening-dir. Ən az bir gündə 2 dəfə 2 dənə mi deyim, reading və yaxud da ki, 2 dənə listening yazası olsanız, mən düşünürəm ki, imtahanda yüksək nəticə göstərə bilərsiniz reading və listening-dən. Reading-də bilirsiniz ki, sadəcə oxuyursan, oxuduğunu ora yazırsan, bu rahatdır. Sonra bir də orada cümlə dəyişdirmək var. Bunun üçün də söz bazanızın olması çox yaxşı bir şeydir. Söz bazanız olsa əgər, siz reading-dən yaza bilərsiniz. Bilirsiniz ki, hardasa bir səhv eləmirəmsə, bilmirəm, 4 dənədirmi yoxsa neçə dənədir sual qapalı? Hə, 4 dənə sual qapalı, 4 dənə sual açıqdır reading-də. Mən 4 dənə qapalı sual yazmaq asandır. Zaten mətndə nə veribsə onu yazırsınız. Ancaq açıq suallar yazmaq üçün kifayət qədər söz bazanız olmalıdır. Məsələn, birində soruşur ki, bu sözün yaxın mənasını tap, bu sözün necə deyim, definition-ını tap, bunu tapmaq lazımdır mətndən. Yəni buna görə də söz bazası önəmlidir. Sonra gəldi, reading-də esse yazmağa. Esse yazmaq da yenə də söz bazası burada önəmlidir ki, məsələn, sən biləsən ki, cümlə necə qurulur. Bir də cümlə qurma qaydası var. YouTube-da da məsələn yazsaz, həmin bu üsul gələcək. Swapped üsulu. Bilməm, eşitmisiniz yoxsa eşitməmisiniz. Swapped üsulu çox məncə məşhur bir üsuldur. Mən bunu hələ bu il öyrənmişəm. Cümlə qurmaq qaydası. Birinci, s, yəni subject, sonra verb, sonra object, sonra place, sonra da time. Yəni bu swap üsulunu yadınızda saxlayırsınız və cümlə qura bilərsiniz. Yəni deməli birinci gəlir mübtəda, sonra xəbər, verb də, verb feildir yəni. Sonra gəlir obyekt, sonra gəlir yer, sonra da zaman. Bu üsulu yadınızda saxlasaq, cümlə qurmaq sizin üçün rahat olacaq. Cümlə qurmaqdakı, yəni bunları bildiniz, tamam, bu üsulu bildiniz, amma sözləri bilməlisiniz ki, siz bir cümlə qura biləsiniz. Belə, sonra nə qaldı? Sonra söz bazasını yaxşı necə möhkəmləndirmək lazımdır? Söz bazası deyirəm bayaqdan. Deməli, söz bazasını da belə möhkəmləndirmək olar ki, ingilis dilini məsələn, tutaq ki, 2-ci gündə, 4-cü gündə ingilis dili oxumağı planlaşdırmısınız. Həmin bu 2-ci, 4-cü gündə planlaşdırmısınızsa, gündə 4 dənə bölmə, söz öyrənmək. Məsələn, mən yəni 4 dənə bölmə qoymuşam. Hər dəfə ingilis dili oxuyanda, yəni məsələn, tutaq ki, mən 2-ci günlərdə, 4-cü günlərdə ingilis dili oxuyacağam demişəm. Həmin bu ingilis dili oxuduğumda 4 dənə bölmə söz öyrənirəm. Yəni evdə sadəcə əzbərləyirsiniz və yaxud evdə hər hansısa bir fərd, anavız deyim, atavız deyim, bacınız, qardaşınız, bunlar sizdən ingiliscə sözlər soruşurlar, siz də cavabını verirsiniz. Yəni hazırlıqda necə, evdə də elə. Sonra qaldı ki, günlük bəs necə söz bazamı artıra bilərəm? Hər gün 10 dənə.
10 dənə söz öyrənsəz, söz bazanızı imtahana qədər kifayət qədər, yəni möhkəmləndirə bilərsiniz. Hər gün ən az 10 dənə öyrənsəz məncə bəsdir. Tutaq ki, deyim, telefonu açdınızmı? Mən bilmirəm, o proqramı araşdıracağam. Bilən varsa da yaza bilər. Çünki mən bilmirəm hansı proqramdırsa, tapa da bilmədim. Hər gün məsələn xatırlatma eləyir, hər hansısa bir sözü xatırladır, belə bir dənə sözü. Oradan məsələn hər səhər oyandıqda telefonu bilirsiniz ki, hamımız hər səhər alırıq əlimizə telefonu, onda bildiriş gəlir, həmən o sözü öyrənirsiniz. Sözü məsələn görürsən, oxuyursan, özü səhər bilirsiniz ki, oxunan şeylər çox tez yadda qalır. Bilmirəm proqramın adı nədirsə, prosta tapa bilməmişəm. Tapdığım an linki paylaşacağam. Deməli, yəni günə əsas 10 dənə söz öyrənsəz, bir də ki, ingilis dili oxuduğunuz zaman, oxuduğunuz günlər ən az bir 4 unitmi, 5 unitmi öyrənəsə olsanız, kifayət qədər bazanız olacaq, söz bazanız. Sonra nə qaldı burada? Hamısı nədən danışıramsa hamısını yazmışam. Deməli, bəs bunların hamısını elədik. İmtahana yaxın, harda deyim, imtahana məsələn 1 ay qalmış hardasa. 1 ay qalmış buraxılış sınaqları işlənməlidir. Bu tək ingilis dilinə aid deyil. Bu Azərbaycan dilinə də, riyaziyyata da aiddir. İndi blok fənlərini çəkəndə, yəni blok fənlərinə də aiddir bu. Ən az ayda məsələn bir ayda imtahana az qalmışdı. 15 dənə, 20 dənə buraxılış sınağı işləsəz, çünki buraxılışa düşən tiplər düşür də. Yəni buraxılışa düşən tiplər buraxılış sınaqlarına düşür və yaxud da ki, keçən ilki illərin, əvvəlki illərin də buraxılış suallarını işləyə bilərsiniz. Belə. Yəni ki, məncə bu formada, bu qaydalarla gedəsi olsanız, məsələn, mən yəni belə gedirəm, inşallah ki, xeyrini görərəm axırda. Yəni, məncə bu qaydalarla gedəsi olsanız, ingilis dilini möhkəmləndirə bilərsiniz. İngilis dilindən 100% və yaxud da ki, 90% nəticə göstərə bilərsiniz. Belə, bugünlük bu qədər. Gələn dəfədə digər fənlərdən çəkəcəm. Hələlik özünüzə yaxşı baxın, sağlıqla qalın.